Hər vaxtınız xeyir olsun, əziz və dəyərli CBC Sport izləyiciləri. Siz Legioneri izləyirsiniz və bu dəfə Legionerin qonağı Neftçinin futbolçusu Mustafa Səkti. Xoş gördük sizi bizim proqramımızda. Necəsiniz? Çox sağ olun, yaxşıyam. Danışacağımız məncə mövzularımız çoxdur. Həm Neftçi barədə, eləcə də sizin zəngin karyeranız barədə. Əvvəlcə ilk sualım təbii ki, artıq bu ildə, 2026-cı ildə və Neftçinin keçdiyi Abu-Dhabi toplanışı və ən əsası yeni məşqçi ilə münasibətiniz necədir? Abu-Dhabidəki mövsüm öncəsi hazırlıq çox yaxşı keçdi. Fiziki və taktiki baxımından çox güclü hazırlaşdıq. Yeni məşqçi ilə də hər şey qaydasındadır. Komandada işlər yaxşı gedir. Düşünürəm ki, Araz Naxçıvanla oyunda bunu hamı gördü. Ümumiyyətlə işimiz həmişə yaxşıdır. Biz deyə bilərik ki, Neftçidə artıq atmosfer, ab-hava daha da yaxşılaşıb və bu il artıq xüsusən də son qələbənizi də qeyd etsək, böyük hesabla Araz Naxçıvan üzərində qələbədən sonra əhval-ruhiyyə dəyişib. Nəticələr müsbət olanda hər şey yaxşı olur. Atmosfer əvvəllər də yaxşı idi, amma bilirsiniz, bəzən futbolçuların qələbəyə ehtiyacı olur. Qalibiyyət komanda üçün çox vacibdir. 2024-cü ildən siz komandadasınız və Neftçidən təklif gələndə Azərbaycan barədə, Neftçi barədə məlumatınız vardımı? Açığı əvvəlcə çempionatı tanımırdım. Amma burada əvvəllər oynamış bir dostum var idi, onunla danışdım. Dedi ki, hər şey yaxşıdır. Neftçinin ölkənin ən yaxşı klublarından biri olduğunu söylədi. Mən də bu məlumatlara əsasən qərar verdim. Ricardo Gustavo Səbaildə oynayıb. Biz Portuqaliyada birlikdə oynamışdıq. Ondan şəhər, şərait, Bakı haqqında soruşdum. Dedi ki, Bakı ailə ilə yaşamaq üçün çox gözəl şəhərdir və Neftçi böyük klubdur. İlk gününüzü Bakıda, klubda necə xatırlayırsınız? Komanda yoldaşlarla necə tanış oldunuz və ilk aldığınız təəssürat necə idi? Çox yaxşı xatırlayıram. Mənim üçün adaptasiya asan oldu. Çünki İspan dilində danışan bir nəfər var idi, çox kömək etdi. Həmçinin Portuqal və İngilis dilində danışan futbolçular da vardı. Buna görə komandaya tez uyğunlaşdım. Siz gəldiyinizdə başqa mütəxəssis çalışırdı Neftçidə, Roman Qreqorçuk. Daha sonra Samir Abbasov dönəmi oldu və indi digər məşqçilər. Bu mütəxəssisləri müqayisə etsək, hansı fərqli cəhətləri qeyd edə bilərsiniz? Hər məşqçinin futbola baxışı fərqlidir. Hərəsinin öz oyun fəlsəfəsi var. İş üsulları dəyişir, amma hamısının məqsədi eynidir, qalib gəlmək. Bu baxımdan mentalitet eynidir. İndi artıq yəqin ki, Azərbaycan çempionatı və rəqibləri yaxşı tanımaq fürsətiniz də oldu. Artıq kifayət qədər ikinci mövsümdür ki, Neftçidəsiz, Azərbaycandasınız. Hansı komandaya qarşı oynamaq sizin üçün daha çətindir və yaxud da ki, hansı komandaya qarşı oynamaq sizə iki qat motivasiya edir? Burada hər oyun çətindir. Bəzən elə düşünürsən ki, bu oyunu asan qazanacaqsan, amma nəticə tam fərqli olur. Ən böyük motivasiya isə Qarabağ qarşı oyunlardadır. Çünki bu prinsipial rəqibdir. Amma ümumilikdə liqada bütün komandalar güclüdür. Daha öncə oynadığınız komandalarla Neftçini müqayisə etsək, Neftçi sizin üçün nədir? Düşünürəm ki, Neftçinin böyük potensialı var. Klub böyük tarixə malikdir. Yaxşı futbolçular transfer olunur. Sadəcə futbolçuların daha da inkişaf etməsi lazımdır. Bəs Neftçi adı, Neftçi azarkeşləri və yəqin ki, bilirsiniz ki, ən köklü klublardan biridir. Neftçi flaqmandır və bütün bunlar futbolçulara təzyiq yaradır, yoxsa əksinə meydana çıxanda motivasiya hiss edirsiniz? Mən daha çox motivasiya hiss edirəm. Azarkeşlər komanda üçün çox vacibdir. Təzyiq də normaldır. Çünki böyük klubda oynayırsansa, bu qaçılmazdır. Mənim üçün bu təzyiq əlavə motivasiyadır və hər oyunda əlimdən gələni etməyə çalışıram. Bəlli məsələdir ki, Neftçi azarkeşləri, Neftçi ailəsi Neftçidən yalnız qələbə gözləyir. Və elə oyunlar olur ki, məğlubiyyətlər də olur, pis oynadığınız oyunlar da olur. Həmin oyunlardan sonra bu məğlubiyyətləri hardasa dərk etmək və yaxud da ki, məğlubiyyətlə barışmaq sizin üçün bir futbolçu kimi necədir? Məğlub olanda hər kəs üçün çətin olur. Bu normaldır. Amma futbolun reallığı budur. Bəzən udursan, bəzən uduzursan. Ən vacib olan növbəti oyuna fokuslanmaq və mümkün qədər tez qələbə yoluna qayıtmaqdır. Və ümumiyyətlə, ümumi götürsək bu iki mövsüm ərzində Neftçinin yaxşı oynayıb nəticə qazana bilmədiyi oyunlarda olub və yaxud da ki, əksinə olub ki, oyun baxımından deyil, yalnız nəticə azarkeşləri sevindirib. Ən çox da yaxşı oynayıb nəticə qazanmamanın sizcə səbəbi nədir? Bu, futbolun ən çətin suallarından biridir. Kənardan baxanda komanda yaxşı oynayır, amma qalib gələ bilmir. Bu bizim üçün də çox məyus edicidir. Çünki biz hər oyunda qalib olmaq istəyirik. Ən vacib məqam buraxdığımız səhvləri görmək, analiz etmək və həm yaxşı oynayıb, həm də qalib gəlmək üçün daha çox işləməkdir.
Keçən mövsüm Neftçinin çox gözəl şansı var idi Azərbaycan kubokunda finala çıxmaq, amma rəqibiniz Sabah idi. Və həmin oyunları biz götürsək, sizcə həmin oyunlarda nə alınmadı Neftçidə və yaxud da ki, bu mövsüm kubokda zirəli aldığınız məğlubiyyət, yəni bu məğlubiyyətlərin əsas səbəbini siz nədə görürsünüz? Futbolda fürsətlərdən maksimum istifadə etməlisən. Deyirlər ki, oyunu öldürməlisən. Şansların olanda qol vurub oyunu bitirməlisən. Təəssüf ki, ötən mövsüm Sabaha, bu mövsüm isə Zirəyə qarşı bunu bacarmadıq. Amma indi əsas məqsəd mövsümü yaxşı bitirmək və növbəti mövsüm həm kubok, həm də çempionat uğrunda mübarizəyə hazır olmaqdır. Mənə maraqlıdır ki, Yuri Vernyudubla ilk məşqiniz və ilk söhbətiniz necə alındı və yeni məşqçinin sizdən oyun olaraq, fəlsəfə olaraq sizdən tələbləri nədir? Yeni məşqçi gələndə müvəqqəti qeyri-müəyyənlik olur. Amma ilk gündən komandaya inam verdi. Hər futbolçuya şans yaratdı. Məşqlər çox ağır idi, çünki o tələbkar məşqçidir. Amma ümumi hisslər çox müsbət idi. Abu Dabidəki hazırlıqdan sonra da hamı komandanın hansı istiqamətə getdiyini gördü. Hədəf nədir sizcə bu mövsüm Neftçinin artıq çempionatda və siz futbolçular hər oyundan oyuna ən çox nəyi hədəflərə oynayırsınız? Hazırda əsas məqsəd mümkün qədər çox oyun qazanmaqdır. Ümumilikdə əsas hədəf isə Avrokuboklara çıxmaqdır. İndiki halda nəzərə alsaq ki, Neftçiyə xallar lazımdır və rəqiblər arasında da gərgin mübarizə gedir. Avrokubok zonası, eləcə də liderlik zonası üçün. Sizcə mövsümün sonunda Neftçinin nə qədər şansı olacaq Avrokuboklara getmək üçün? Yəni faiz etibarilə deyə bilərsiniz. Futbolda hər şey mümkündür. Neftçi kimi klub həmişə yuxarılara hədəflənməlidir. Komandada motivasiya var və məncə bu məqsədə çatmaq mümkündür. Məncə biz hələ Neftçi barədə danışacağıq, qayıdacağıq bu mövzulara. Sizin barədə bir qədər danışaq. Çünki Neftçi ilə sizin transferi açıqlayanda zəngin karyeranız olduğunu biz də öyrəndik. İtaliya A seriyası olsun və yaxud da ki, elə Barcelona Akademiyası. Oradan başlayaq bir qədər. Uşaqlığınızda ümumiyyətlə necə uşaq olmusunuz və necə qərar gəldiniz ki, futbolçu olacaqsınız? Uşaq vaxtı hər kəsin arzusu futbolçu olmaq idi. Mən şanslı idim, çox erkən başladım və Barcelona Akademiyasına düşdüm. İndi dünyanın müxtəlif liqalarında oynayan çox güclü futbolçularla birlikdə oynamışam. Bu mənim uşaqlıq arzum idi. Sizin əslən Senegal əsəllisiniz, yəni Senegallısınız, amma uşaq yaşlarında deyəsən elə 4-5 yaşda artıq İspaniyaya köçdünüz. Ailəlicə verilən bu qərar sizcə sizin futbolçu karyeranıza təsir göstərdimi? Bəli, həqiqətən təsir etdi. Çünki bilirsən, orada daha çox imkanların olur. Futbol oynamaq üçün şərait var. Mən Senegaldan İspaniyaya köçəndə uşaq idim. Cəmi 5 yaşım var idi və o vaxt nə baş verdiyini tam anlamırdım. Amma indi düşünürəm ki, bu mənim üçün bir şans idi və mən bu baxımdan özümü şanslı hesab edirəm. Bu, mənim sahib olduğum bir imkan idi və futbol oynamağa da elə bu cür başladım. Həyat belədir. Senegaldakı uşaqlığınızı necə xatırlayırsınız? Bəli, xatırlayıram, amma çox da yaxşı yox. Bəzi xatirələrim var, uşaqlıq anları yadımda qalıb. Amma nə vaxt imkanım olsa Senegala gedirəm. Çünki ailəm oradadır və mən ölkəmə getməyi sevirəm. Ailəmin bir hissəsi İspaniyada yaşayır, amma böyük hissəsi Senegaldadır. Ümumiyyətlə, artıq uşaq yaşlarınızda Barcelona Akademiyasına gedəndə, yəni anlayırdınız ki, bu yol daha da uzana bilər və peşəkar futbolçu olacaqsınız. Xeyr, açığı yox. Akademiyaya gedəndə çox xoşbəxt idim, amma çox gənc idim və nə baş verdiyini tam anlamırdım. Barcelonada oynayırdım, amma bunu sadəcə bir hobbi kimi görürdüm. Böyük turnirlərdə oynayırdım, amma düşünmürdüm ki, bu gələcək peşəmdir. Mən sakit idim, çünki nə olacağını bilmirdim, rahat idim. Amma yaşım artdıqca, yuxarı pillələrə qalxdıqca başa düşdüm ki, bu artıq daha ciddi məsələdir. O vaxt anladım ki, bu artıq böyük səviyyədir və mən də bir dəfə əsas komandada oynamaq şansı qazandım. Onda elə çıxır ki, Barcelona Akademiyasına getmək ilk növbədə ailənizin qərarı idi. Yəni, onlar sizə bu seçimi verdilər və belə başa düşürəm ki, ailəlicə futbolu sevirsiniz. Əvvəllər evimizin yaxınlığında bir komanda vardı, orada oynayırdım. Sadəcə hobbi üçün oynayırdım. Atam məni həmişə küçədə, çöldə futbol oynayan görürdü. Bir gün dedi ki, əgər istəsən evə yaxın bir komandada oynaya bilərsən. Mən də başladım orada oynamağa. Sonra bir gün bir nəfər atama zəng edib dedi ki, bu uşağı görmüşəm. Akademiyada yoxlanışdan keçməsini istəyirsinizsə, mümkündür. Təbii ki, cavab bəli oldu. Futbola sevginiz yarananda valideynlərinizin ilk reaksiyası necə oldu?
Əvvəlcə ailəm mənə çox motivasiya verdi. Çünki mən özüm sakit idim. Nə baş verdiyini çox anlamırdım. Sadəcə atam dedi ki, Barselona səni çağırır və mən çox sevindim. Amma atam məndən də çox sevindi. Çünki o bilirdi ki, bu nə deməkdir və hara getdiyimi anlayırdı. Anam isə bunu daha sakit qarşıladı. Çünki çox şey bilmirdi bu haqda. Sadəcə gənc bir oğlanın çölə çıxıb oynadığını görürdü. Amma ümumilikdə bu böyük bir fürsət idi. Bir çox uşaqlar akademiyaya düşmək istəyir, amma çox az sayda uşağa dəvət akademiyadan gəlir. Ona görə də mən bu fürsəti əldə etdiyimə görə çox xoşbəxt idim. Uşaqlığınızda ən sevdiyiniz futbolçu kim idi? Ronaldinho. Akademiyaya ilk getdiyim gün onu gördüm. Mənimlə görüşəndə 5 verdi. Hər uşaq üçün bu inanılmaz hissdir. Atam futbolu sevsə də çox stadiona getməyi sevmirdi. Amma Ronaldinho'ya görə stadionlara gedirdi. Onun azarkeşi idi. Onu canlı izləmək futbol sevgimi daha da artırdı. Daha sonraki illər ki, qısa müddət olmadı siz akademiyada. Hansı futbolçularla görüşməyə və yaxud da ki, onlarla bir yerdə məşq etmək şansınız oldu? Bəli, çox oyunçu xatırlayıram. Çünki hər bir oyunçu yaxşı idi. 1996-cı ildən olan uşaqlar arasında oynadığım oyunçular var idi. Məsələn, Adama Traore çox böyük, güclü oyunçu idi və mən onunla uzun illər birlikdə oynamışam. Andre Onana qapçı, Antonio Sanabria, Munir El Haddadi. Hər biri yaxşı oyunçu idi. Grimaldo da var idi, çoxlu oyunçu var idi. Məncə Barselonada ölkənin ən yaxşı oyunçuları ilə oynayırsan. Artıq Barsadan getmək qərarı necə alındı və Barsadan sonra əslində deyə bilmərik ki, sizin karyeranızda eniş oldu. Çünki siz artıq Roma kimi, Lazio və Roma kimi klublarda da forma geyindiniz, belə şansınız oldu. Bu necə baş verdi? Akademiyada 9 ildən sonra İtaliyaya getmək fürsətim yarandı. Valideynlərimlə danışdım. Onlardan soruşdum, mənim üçün nə istəyirsiniz? Dedim ki, mən yeni bir çağırış istəyirəm. Barselonada qalmaq yaxşı idi, amma orada çoxlu yaxşı oyunçu olanda bəzən qərar verməlisən. Ya qalmalısan, ya getməlisən. Mən getməyi seçdim. Mən Lazio'ya getdim, çünki orada əvvəllər birlikdə oynadığım 2 dostum var idi. Mamadou Tonkara ilə danışdım, vəziyyətin necə olduğunu soruşdum. Dedilər ki, əgər irələmək istəyirsənsə, bu yaxşı fürsətdir. Mən də getdim. Rutinimi dəyişmək mənim üçün problem deyildi. Başqa ölkəyə getməkdən qorxmadım. Bu, mənim üçün yaxşı bir təcrübə idi. Yəni, belə götürsək, əslində Barselonanın biz oyun fəlsəfəsini bilirik, hamıya məşhur tiki-taka. Oradan sonra İtaliyaya getdiniz, yəni hər hansısa bir çətinlik yaşadınızmı uyğunlaşmaqda? İtaliyaya ilk getdiyim zaman, xüsusilə ilk 3-4 ay çox çətin idi. Çünki Barselonada daha gözəl futbol oynayırsan, İtaliyada isə tam fərqlidir. Orada futbol daha çox müdafiəyə yönəlib, uyğunlaşmaq çətin idi. Amma bilirsən, özünü sübut etmək istəyəndə hər şey etməyə hazırsan. Orada yaxşı müdafiə olmağı öyrənirsən, güclü oynamağı öyrənirsən. Mentalitet tamamilə fərqlidir. Məncə bu yaxşı idi, çünki səndə 2 fərqli xüsusiyyət olur. Tiki-taka keyfiyyəti və fiziki güclü oyun. Mən müdafiəçiyəm. Müdafiəçi üçünsə bu çox önəmlidir. Əvvəllər hücumçu kimi oynayırdım. Sonra winger kimi oynamağa başladım. Uzun müddət bu mövqedə çıxış etdim. Bir dəfə akademiyada sol cinah müdafiəçisi zədələndi və başqa sol cinah müdafiəçisi yox idi. Başqa bir wingeri qoydular, sonra məni də sınadılar. Həmin mövqedə oynadım və özümü yaxşı tərəfdən göstərdim. Bəzən winger, bəzən sol cinah müdafiəçisi kimi oynayırdım. Sonra gördülər ki, müdafiədə daha yaxşıyam və orada qaldım. Amma mən hücuma çıxmağı sevirəm və yaxşı müdafiə olunuram. Vəziyyət belə oldu. İtaliyada olduğunuz müddətdə Francesco Totti və onunla məşq etməyə şansınız oldu. Yəni bir komandada oldunuz və Luciano Spalletti kimi bir mütəxəssislə çalışmısınız. Bu iki insan barədə, iki ad barədə bizə nələr danışa bilərsiniz və sizin karyeranızda onların təsiri nə qədər çox oldu? İlk dəfə Francesco Tottini görəndə dedim, wow, o buradadır. Amma məni təcrübələndirən odur ki, Totti inanılmaz bir insandır. O mənə çox kömək etdi. Mən Romaya gələndə biraz çətinlik çəkirdim. Bilirsən, əvvəl biraz Lazio variantı da var idi, amma Francesco çox ciddi idi və mənə kömək etdi. De Rossi də çox vacib fiqur idi. Mənə hər şeyi izah edirdi. Deyirdi ki, hər şey yaxşı olacaq. Spalletti isə fərqli bir məşqçidir. Amma onunla işləyəndə çox şey öyrənirsən. Orada çox yaxşı təcrübələrim və xatirələrim oldu. Əslində bu qısa müddət ərzində, bu period ərzində Barsa Akademiyasında böyük futbolçuları gördünüz, daha sonra Romada
dediyimiz kimi Totti və Spalletti ilə tanış oldunuz. Ondan sonra həyatınızda və karyeranızda nə baş verdi? Çünki həm icarələrə getdiniz və digər klublara getdiniz, artıq aşağı liqalarda oynamağa başladınız və indi də Azərbaycandasınız. Yəni əsas səbəb sizcə, yəni İtaliya A seriyası səviyyəsində qalmaq üçün sizə nə mane oldu? Mən həmişə deyirəm ki, iki fərqli tip oyunçu var. Elə oyunçular var ki, bir komandada oynayır və A seriyasında qalmaq istəyir. Mən isə həmişə oynamaq istəmişəm. Mənim üçün fərq etmirdi, A seriyasıdır yoxsa başqa çempionat. Ən vacibi oynamaqdır. Böyük komandada ola bilərsən, amma oynamaq şansın yoxdursa, bu mənim üçün önəmli deyil. Əsas olan özümü yaxşı hiss etməkdir. Bunun üçün isə meydanda olmaq lazımdır. Ona görə də mənim üçün ən vacibi oynaya biləcəyim yerə getməkdir. Sizcə tam öz potensialınızı belə deyək, göstərə bilmisiniz Azərbaycanda, yoxsa hələ biz bir qədər gözləməliyik ki, ən yaxşı formada sizi görək? Xeyr, həmişə zamana ehtiyac var. Hər zaman daha yaxşısını ortaya qoymaq istəyirsən. Amma burada özümü çox yaxşı hiss edirəm. Hər şey qaydasındadır və özümə çox güvənirəm. Düşünürəm ki, bu çox vacibdir. Hər zaman daha artığını verməyə çalışıram. Hazırda hər şey yaxşıdır, amma mən daim daha çox çalışıram ki, daha da yaxşı səviyyədə olum. Yeni gəldiyinizdə ölkəmizdə ən çox öyrəşə bilmədiyiniz, uyğunlaşa bilmədiyiniz hansı məqamlar var idi? Açığı xatırlayıram ki, mən çox tez uyğunlaşdım. Adaptasiya mənim üçün çətin olmadı. Mən çox şanslı idim, çünki bura gələndə hamı çox kömək edirdi. Ümumiyyətlə, buradakı insanlar açıqdılar, sənə hər mövzuda kömək etməyə hazırdılar. Ona görə də mənim üçün bu klubda, bu komandada uyğunlaşmaq çox asan oldu. İnsanlar mənə çox kömək etdilər. Bakı çox yaxşı şəhərdir. Mən Bakını sevirəm. Hər şey yaxşıdır. Avropadan biraz fərqlidir. Amma mən burada özümü yaxşı hiss edirəm. Özümə güvənirəm. Dediyim kimi adaptasiya asan keçdi. Yeməklərimizə necə uyğunlaşmısınız? Yaxşıdır. Mən yeməkləri sevirəm. Əsasən ət yeməklərini çox sevirəm. Şirniyyatlar da çoxdur. Onları da çox bəyənirəm. Paxlavadan çox xoşum gəlir. Bəs əgər biz ümumi götürsək Azərbaycanın, bizim ölkəmizin sizin karyeranıza və yaxud da ki, sizin həyatınıza necə təsir oldu? Məsələn, bu 2 mövsümdür ki, artıq buradasınız. Özünüzdə hansısa fərqliliklər hiss edirsinizmi? Bəli, əlbəttə. Mən burada çox yaxşı insanlarla tanış oldum və bu mənim həyatımı dəyişdi. Ailəm Avropadadır. Onlardan uzağam. Buna rəğmən burada özümü çox rahat hiss edirəm. Hazırda böyük bir klubdayım və mənim üçün ən vacib olan bu klubla birlikdə qələbələr qazanmaqdır. Siz Qarabağ barədə danışdınız. Qarabağ Neftçi duellərini yəqin ki, elə bura gəlməmişdən əvvəl də artıq xəbərdar idiniz. Azərbaycan derbisidir, maraq da çox olur və siz də artıq həmin o derbidə, həmin o atmosferdə oynamaq şansı qazanmısınız. Bu oyunun digər oyunlardan fərqi nədir? Nəzərə alsaq ki, hələ qarşıda daha bir derbi olacaq. Fərq əsasən ab-havadadır. Belə stadionda oynamaq çox zövqlüdür. Düşünürəm ki, hər oyunda belə ab-hava olmalıdır. İnsanlar stadiona daha çox gəlməlidir. Çünki arena dolu olanda bu futbolçular üçün mükəmməl bir mühit yaradır. Biz futbolçular belə şəraitdə oynamaq istəyirik. Biz deyə bilərik ki, artıq son illər xüsusən də Neftçi və Qarabağ futbolçular arasında da bir rəqabət var. Bəli, sən derbini hiss edirsən. Oyun başlayan kimi fərqi duyursan. Bu tam fərqli oyundur. İnsanlar daha motivasiyalı olur. Məncə bu futbolçular üçün də, ölkə üçün də çox yaxşıdır. Hər ölkədə derbilər var. Mən derbiləri sevirəm, çünki atmosfer çox gözəl olur. Əgər biz sabahla oyunları, daha bir derbisini belə götürək, daha bir derbini müqayisə etsək, Qarabağla oyunlar, hansı fərqlikləri hiss edirsiniz? Bəlkə keyfiyyət olaraq və yaxud da ki, oyunun tempi baxımından, yəni Qarabağ və Sabah arasında hansı fərqləri görürsünüz? Məncə Qarabağla oyunlar fərqlidir. Əsas fərq motivasiyadadır. Bu iki komanda arasında tarixi oyunlardır. Hər ölkədə belədir. İspaniyada Barcelona, Real Madrid, İtaliyada Lazio, Roma, burada isə bu rolu Qarabağ oyunu oynayır. Mən bu oyunlarda atmosferi daha yaxşı hiss edirəm. Sizə görə bizim çempionatda ən yaxşı, ən güclü futbolçu kimdir? Bizim liqada məncə tək bir ən yaxşı futbolçu demək çətindir. Yaxşı futbolçular çoxdur. Məsələn, Abubakar, Sako, Elvin Bədəlov, milli komandada oynayanlar, Emin Mahmudov. Fikrimcə liqada çox yüksək keyfiyyətli futbolçular var. Onda sualı bir qədər dəyişim. Sizə görə Azərbaycan çempionatında oynadığınız ən çətin rəqib futbolçu kimidir? Mən bir çox yaxşı futbolçulara qarşı oynamışam. Burada demək olar ki, hər komandada belə futbolçular var. Bir futbolçu var idi, o həqiqətən yaxşı idi. Amma məncə tək bir nəfəri seçmək düzgün olmaz. Mən yalnız bir ad demək istəmirəm, bu biraz düzgün çıxmaz. Hər kollektivdə fərqlənən bir oyunçu var idi, bunu demək olar. Və sizin mövqeyinizi götürsək, sizin mövqedə Azərbaycanda oynayan ən yaxşısı kimdir? Ən yaxşısı bəlkə Mustafa.
Who is him? No, you don't know this player. Yox, sən bu oyunçunu You know tanıyırsan. this player. He is very famous. Okay. Belə başa düşdüm ki, rəqiblərdən heç bir adı qeyd etmək istəmirsiniz. Bəli. Onda biz daha bir mövzuya toxunmalıyıq məncə. Bu neftçi azarkeşlərlə bağlıdır. Bilirik ki, ən çox azarkeşə malik klublardan biridir neftçi və ən çılğın azarkeşlərdən biridir neftçi azarkeşləri və xüsusən də elə oyunlar olub ki, məğlubiyyətdən sonra azarkeşlər futbolçularla danışmaq istəyiblər. Siz şəxsən azarkeşlərlə ünsiyyətdə olursunuzmu? Və uğursuz nəticədən, uğurlu nəticədən fərqi yoxdur. Hansı nəticə olursa olsun, azarkeşlərlə belə deyək, kommunikasiya qurursunuzmu? Məncə bu normaldır. Çünki azarkeşlər bizim qalib gəlməyimizi istəyir. Mən onları başa düşürəm. Sən yaxşı oynayırsansa, amma qalib gələ bilmirsənsə, azarkeşlərin komandaya yaxınlaşıb nə baş verdi deyə soruşması başa düşüləndir. Məncə bu yaxşıdır. Bu bizim üçün əlavə motivasiyadır ki, daha yaxşısını edək. Çünki sən tək oynamırsan, komanda üçün oynayırsan və əlbəttə ki, azarkeşlər üçün oynayırsan. Biz bilirik ki, çox yaxşı azarkeşlərimiz var və ən vacibi də odur ki, onlar üçün hər zaman maksimumu verəsən. Və sonda belə deyək, azarkeşlərə nə söz verə bilərsiniz, nə vəd edə bilərsiniz? Deyə bilərəm ki, biz növbəti oyunda qalib gəlməyə çalışacağıq. Bu ən vacib şeydir. Çünki futbolda hər zaman nəticə önəmlidir. Biz də məhz bunun üçün çalışırıq. Bu barədə az öncə soruşmaq istirdim. Azərbaycan barədə danışdınız, adaptasiya barədə. Azərbaycan dili ilə belə deyək, başa düşürsünüzmü sözlərimizi? Məşqdə bəlkə danışırsınız Azərbaycan dilində. Məsələn, yaxşı, salam, cəmi 2-3 söz bilirəm. Yaxşı, salam. Açığı mənim üçün çətindir, çünki bu başqa bir dildir. Amma ən vacibi odur ki, insanlar səni başa düşməyəndə hər zaman kömək etməyə çalışırlar, izah edirlər. Bu da çox yaxşıdır. Hazırda indi xüsusən də gündəmdə olan təbii ki, dünya çempionatı gəlir yayda və bununla yanaşı siz də Seneqallısınız. Seneqalın son Afrika Millətlər Kubokundakı nəticədən danışmaq lazımdır. Dünya futbolunu izləyirsinizmi və bəyəndiyiniz komanda və futbolçular varmı? Mən əsasən İspaniya çempionatına baxıram, çünki mən Barcelona azarkeşiyəm. Real Madrid azarkeşləri üzüldü bilsinlər. İngiltərə Premyer Liqasını da izləyirəm, çox bəyənirəm. Düşünürəm ki, futbol sevən insan Premyer Liqanı izləməlidir, çünki çox maraqlıdır. A seriyasına da baxıram, çünki orada dostlarım oynayır. Bəzən Portuqaliya çempionatını da izləyirəm, çünki orada da oynamışam və dostlarım var. Hər oyuna baxmağa vaxtım olmur, amma çalışıram ki, dostlarımın oynadığı maçları izləyim. Hansı dostlarınız var? Məsələn, hazırda əlaqədə olduğunuz hansısa futbolçular varmı? Bəli, əlaqə saxlayıram. Məsələn, Adama ilə danışırıq. O indi İngiltərədə oynayır. Romada oynadığım vaxtdan dostlarım var. İspaniyada, Barcelonada da dostlarım var. Daim yox, amma vaxt aşırı əlaqə saxlayırıq. Futboldan başqa belə deyək, hobbiləriniz varmı? Yəni yoxsa həyatınız tam olaraq futbola bağlıdır? Mən streamerəm. Yox, zarafat edirəm. Açığı, mən çalışıram boş vaxtımı ailəmə ayırım. Çünki mənim üçün ən vacib olan ailədir. Futboldan sonra həyatında səninlə həmişə qalacaq insanlar var və məncə bu ailədir. Dostlarımla da vaxt keçirməyə çalışıram, xüsusilə İspaniyadakı dostlarımla. Çünki uşaqlıqdan birlikdə böyümüşük və hər də dostluq. Hobbilərim bəzən dəyişir. Futboldan kənar nəsə etməyə çalışıram. Məsələn, PlayStation oynamağı sevirəm, xüsusilə burada olanda. Yayda isə padel oynamağı xoşlayıram. Çox da yaxşı oynamıram, amma çalışıram. Biz artıq müsahibəni yekunlaşdıra bilərik. Sonda rubrikalarımız var. Komanda yoldaşlarınız barədə sizə suallar verəcəm və istərdim ki, siz də onları cavablandırasınız. Komandanın ən şən futbolçusu kimdir? Sako. Komandanın ən intizamlı, ən məsuliyyətli futbolçusu kimdir? Balayev. Emil Balayev. Emil Balayev çox intizamlıdır. Atamız kimidir. Yaxşı, bəs məsuliyyətsiz, intizamsız? Mən, Igor... Yox, hamı intizamlıdır, zarafat edirəm. Komandanın ən aqressiv oyuncusu kimdir? Hamı bilir ki, mənəm. Komandanın ən sakit oyuncusu kimdir? Stogrin. Andrey bəzən danışır, amma çox sakit və intizamlıdır. Komandada ən çox danışan kimdir? Sako və Abubakar. Komandanın ən tənbəl oyuncusu kimdir? Hamı çalışqandır. Okey, komandada məşqçinin sevimli futbolçusu kimdir? Vargas.
Vargas. Komandada ən zövqlü geyinən futbolçusu kimdir? I think Murad. Murad. Murad anytime. Mehmedov. Yeah, Murad anytime. No, Murad. Məmmədov. Mehmed. Məmmədov. Aha. Və siz yaxşı ən zövqsüz geyinən futbolçu kimdir? Wow. Sako həm yaxşı good geyinən, or həm də bad? zövqsüzdür. But bad. Anytime. O məni öldürəcək, amma deməliyəm. Abubakar zövqlüdür. Amma bəzən aşırı dəbli geyinir və zövqsüz alınır. Komandada ən çox yalan danışan futbolçu kimdir? Mən və İmad Farac Farac. məni öldürəcək. Ən çox yemək yeyən, ən iştahlı. Oh, Curtis. Alessio. Və komandada azarkeşlərin ən sevimli futbolçusu kimdir? But I think Emil Emin Mahmudov, Mahmudov. çünki o kapitandır. Captain Captain. and play in the national team. Növbəti rubrikada mən sizə situasiyalar deyəcəm, müxtəlif və siz deməlisiniz ki, sizin üçün onlar mümkündür ya mümkünsüzdür. Elə bir hal olub ki, sizə görə oyundan öncə soyunub geyinmə otağında telefonla oyun oynamaq. Mümkündür. Zədəli olmayıb, amma hansısa oyunda zədələnərək meydandan əvəzlənmək. Yəni əvəzləmək istəmək. Mümkünsüzdür. Azarkeşləri görüb gizlənmək mümkündür, yox mümkünsüzdür. Mümkün deyil. Sosial şəbəkələrdə rəqib komandanı təbrik etmək mümkündür ya mümkünsüzdür. Mümkün deyil. No possible. No. Devieto. Oyundan sonra komanda yoldaşınızla hansısa epizodla bağlı mübahisə etmək mümkündür ya mümkünsüzdür. Mümkündür. But is normal. Azərbaycan klubuna, yəni Neftçidən başqa digər Azərbaycan klubuna transfer olunmaq mümkündür ya mümkünsüzdür. Mümkün deyil. Neftçi ilə Azərbaycan çempionu olmaq mümkündür ya mümkünsüzdür. Mümkündür. Possible. Two times. Two times. Və həyat yoldaşınızdan hansısa məlumatı gizlətmək mümkündür ya mümkünsüzdür. Ooh. No Mümkün possible. değil. Həyat yoldaşınızın ad gününü unutmaq mümkündür ya mümkünsüzdür. Mümkündür. Təşəkkür edirik sizə. Sonda sizin ən sevimli 11-liyiniz. Okay, the goalkeeper, Iker Casillas. Okay. The right, Dani Alves. Yeah, the defender, Piqué. And Sergio Ramos. And Marcelo, of course. Yeah, Pirlo, the midfielder, and Luka Modric with Seedorf. The strikers, yeah, I think it's easy. Cristiano, Neymar, and the best player in the world, Messi. Təşəkkür edirik müsahibə üçün. Növbəti onlarda sizə uğurlar arzu edirik. Thank you so much. Çok sağ ol.